Hansı sözlərdə hal yox, ancaq mənsubiyyət şəkilçisi artırdıqda ikinci hecadakı sait düşür? Deməli uşaqlar, burada qayda nədir? İki hecalı, sonu qapalı saitlə bitən sözlərdə ikinci hecadakı saitin düşməsi məsələsi, əgər bu söz milli mənşəli sözdürsə, yəni bədən üzvləri və qohumluq bildirən sözlərdirsə, onda yalnız mənsubiyyət artırdıqda düşəcək. Yox, bədən üzvləri və yaxud da milli mənşəli sözlər deyilsə, yəni qohumluq bildirmir, bədən üzvləri deyilsə, deməli ona istənilən saitlə başlayan şəkilçisi artırsan, ikinci hecadakı sait düşəcək. Bizdən mənsubiyyət istədiyi üçün baxacam bədən üzvləri və qohumluq bildirən sözlər. Boyun, bədən üzvü bildirir, bildirir. Alın, bildirir, bəli. Səbir, beyin, bədən üzvüdür. Burun, bədən üzvüdür. Oğul da qohumluq bildirir. Ətir və abur da getdi. Deməli, cavab nə olacaq? 1, 2, 4, 7, 8. Bu sözlərdə mənsubiyyət şəkilçisi artırsam, ikinci hecadakı saitlər düşəcək.